Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. O təyinat bir qrup şəklində bir neçə icra başçısı təyin edilirdi noyabr ayında. Və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Məyus edən də odur ki, gənc kadrlar arasında da pozuntulara yol verənlər əfsuslar olsun ki, var. Yəni burada söhbət ki, gənc nəsil, yaşlı nəsil bu söhbət getmir. İnsanların keyfiyyətindən söhbət gedir. Aldığı tərbiyədən söhbət gedir. Ailədə, məktəbdə, cəmiyyətdə.